Dövlət Təhlükəsizlik Xidməti, yaxın oturun, sizə məlumatlarım var. Bu videoda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş neft oğrusu Adnan Əhmədzadənin Dubayda olan avtomobillərini göstərəcəm. Ötən videoda Adnan Əhmədzadənin İlham Qədimov adlı biri ilə Dubayda qadınlarla əyləncə partisinin videosunu sizə göstərdim. Gör pul bunları nə qədər qudurtmuşdu. Adnan Əhmədzadə həmin videoda pulu qızın arxasına soxurdu. Rumkanı arxası ilə yaxşı saxlaya bildiyi üçün onu belə mükafatlandırırdı. Aman Allah, neft pullarımızı görün kimlər yeyir. Əlqərəz, keçək həmin videonu çəkən İlham Qədimova. Kimdir bu İlham? Bu, vaxtilə Hacı Məmmədovun dəstəsinin oğurlayıb qaçırdıqları, qulağının birini kəsib atasına göndərdikləri və buraxılması müqabilində pul aldıqları həmin İlham Qədimovdur. Google-da axtarış etsəniz, həmin xəbərlər qarşınıza çıxacaq. İndi bu Tayqulaq İlham həbs edilmiş neft oğrusu Adnan Əhmədzadəyə məxsus Dubayda avtomobil kirayəsi salonunun güya sahibidir. Əsl sahib Adnan Əhmədzadədir. Azad Söz kanalına bununla bağlı təkzib olunmaz faktlar göndərilib. Sənədlər, şəkillər, hətta Adnan Əhmədzadənin Londonda yaşayan arvadı Gülsəfa Cəfərova ilə şəxsən özüm yazışmamızda Gülsəfa özü də bunu təsdiqləyir. Təsdiqləyir ki, bu avtomobillər onlarındır. Hamısını sizə göstərəcəm və danışacağam. Xahiş edirəm videonun sona qədər izləyin, bəyənin, paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Hələlik bu videoda Adnan Əhmədzadənin Dubaydakı sadəcə avtomobillərinin bəzilərini təqdim edirəm. Deməli, əksəriyyətinin seriya nömrələri Adnan Əhmədzadənin telefon nömrəsinə uyğunlaşdırılıb. Bu neft oğrusunun telefon nömrəsi 555-54-55-dir. Həm Dubay, həm Azərbaycan, həm də İsveçrə nömrələri belə sonluqlarla bitir. Ya 55-55, ya da 54-55. 5 rəqəmini nədənsə sevir. Diqqət etmisinizsə, Instagram hesabı da 555-dir. Gələk onun Dubaydakı avtomobillərinə. Seriya nömrələrinə də diqqət edin. Bahalı Mercedeslər, Lamborghinilər, Cadillac, Ferrari, Bentleylər, oğurluq neft pullarımızla alınan toplamda 10 milyon dollardan çox dəyəri olan hələ mənim bildiyim 22 avtomobil var. Həmin avtomobillərin bəzilərinin açarlarını da görürsünüz. Avtomobillərin seriya nömrələrinə diqqət etdinizmi? Adnan Əhmədzadə həmin avtomobilləri GMZ Car Rent-A-Car adlı avtomobil kirayəsi şirkətində həmin o Tayqulaq İlham Qədimovun adına rəsmiləşdirib. Bu avtomobil şirkətinin İlhamın özünə aid olduğunu güya inandırmaq üçün hətta şirkətin adını GMZ, yəni İlhamın qızları Qədimova Mədinə Züleyxa adlandırıb. Gerçəklər isə həmin avtomobillər Adnanındır. Əgər DTX təcridxanada Adnanı biraz sirkələsə, özü də etiraf edər. Necə ki, Adnan Əhmədzadənin arvadı Gülsəfə Cəfərova ilə yazışmamda bu avtomobillərin Adnanın olmasını təksib etmədi. Hətta dolayısıyla təsdiqlədi. Deməli, Gülsəfanın nömrəsini əldə etdim və ona zəng etdim. Ərinin həbsi və sairələr barədə soruşmaq istəyirdim. Zənglərimi açmadı. Geri cavab yazdı. İndi həmin yazışmanı da sizə göstərirəm. Dedi, kimdir? Mən tanımadığım adamlarla danışmıram. Bildim ki, mən olduğumu desəm, cavab verməyəcək. Dərhal bloka atacaq. Əvvəllər əri Adnan Əhmədzadə də məni bütün nömrələrdən bloka atmışdı. Zənglərimə cavab vermirdi. Ona görə də Gülsəfaya yazdım ki, Dubaydan filan kəsəm. Başqa bir adam. O da bu avtomobillərin kirayəsi ilə məşğul olan şəxsdir. İnanması üçün həmin şəxsin pasportunu da Gülsəfaya göndərdim. Və nəticədə mənə cavab yazdı. Soruşmayın, Tural, bu məlumatları, sənədləri necə əldə edirsən? Əvvəllər də dediyim kimi çalışıram ki, işimdə peşəkar, dəqiq və etibarlı olum. Əlqərəz, dedi, nə lazımdır? Yazdım ki, buradakı maşınların aqibəti necə olacaq? Cavab verdi ki, səbirli olun, sizinlə danışacaqlar və İlhamdan soruşarsınız. Yəni, özü də qəbul etdi ki, İlhamın adına olan bu avtomobillər məhz Adnangilindir. Sonra mənim nömrəmi Gülsafa bir nəfərə verib və həmin adam mənə zəng eləyib. Mənimlə rusca danışdı. Həmin danışığı da sizə təqdim edirəm. Üzrlü sayın, ruscam super deyil, amma düşündüm ki, sizin üçün maraqlı olar və göstərirəm. Алло. Alo. Здравствуйте. Здравствуйте.
Мне сказали, что вам перезвонить. Кто, Зовут Гасан. кто сказал? Мне попросили перезвонить. Вы с Вагифом, да, хотели поговорить? Не понял. Вы хотели с Вагифом, да, поговорить? Нет, я звонил Гулсафа. Не понял? Кому? Гулсафа. Это кто? Она вам сказала? Да. Ага. Да, слушаю. Она просто попросила перезвонить, я вас слушаю. Нет, я хотел это с Гулсафа разговаривать. Насчет чего? Машин? Да. Я помощник. Как я могу помочь? Арестовали Аднана, что мы дальше будем делать? В каком смысле дальше делать? Вы как можете помочь конкретно? Или вы кто, что вы можете помочь? Я просто не понимаю. Я вас не знаю. Как с Я вас вами тоже могу? не знаю. А вы кто такой? Я вам сказал, Гасан помощник. Хорошо, Гасан. Вы кто? Я кто-то, это человек. Что? Вы помощник кого? Помощник. Вы уже не понимаете. Гулсафа? Что? Вы помощник Гулсафа? А вы кто? Расскажите сначала, кто. Вы хотите помочь? У нас все вроде нормально, поэтому расскажите, как я могу вам помочь. Вы хотите мне помочь? Нет, что вы хотите нам помочь, я просто не понимаю, кто вы, что вы. И я сейчас буду сказать, кто я, вы будете потом не разговаривать со мной. Я Турал Садыглы. Знаете меня? Нет. Я журналист. Угу. И я все знаю это о Аднана, о Гулсафа. И я хотел узнать о Рентака, который находится в Дубае. Это принадлежит Аднана, а не принадлежит Ильгаму кого-то. Я хотел об этом это спросить Гулсафа, а вы мне звонили. Сейчас поняли, что я имею в виду? Да, для чего вам эта информация? Я буду публиковать это. Я просто хотел это от вас кто-то это правда, неправда это сказал. Что правда, неправда? Что это рент-а-кар в Дубае. Это принадлежит Аднан Ахмедзаде или это Ильхам Гадимов? Не знаю. А зачем тогда вы мне звонили? Вы ведь звонили. Я вам не звонил, вы мне звонили сначала и сказали, что я Гасан. Это GMZ, Car Rent-A-Car. Что с этой компанией? Это Ильхам Гадимов, вы знаете? Нет. Ага. Хорошо, тогда я буду все это публиковать. Вы знаете? Я все знаю, да. Я хотел это с вами разговаривать сначала. Не с вами, а Гулсафа. Я хотел с Гулсафа разговаривать, но она не разговаривала, только писала и сказала, что будет это перезвонить. И вы меня звонили. Окей. Как окей? Вот так окей. Все? И все. Хорошо тогда. Тогда встретимся в YouTube и в интернете. Пока. До свидания. Bu da belə. Adnan Əhmədzadənin Dövlət Təhlükəsizlik Xidmətinə məlum olmayan Dubayda və Bakıdakı bəzi evlərinin adreslərini isə gələn videoya saxlayaq. Bu videoda son sözümü deyim. Ey Dövlət Təhlükəsizlik Xidmətində oturanlar, Adnana nəyinsə qarşılığında güzəşt edən şərəfsizdir. Adnan Əhmədzadənin Dubayda və Bakıda olan evlərindən sonra keçəcəyik Böyük Britaniya və Fransada olan əmlaklarına. Hələ bilirsiniz nələr var, nələr? Eləcə də onun dostları və cinayət ortaqları. Heç biriniz yadımdan çıxmamısınız. Dosyalar toplanır. Həm mənim, həm də bütün xalqın tələbidir ki, Adnandan aldıqlarınızı ciblərinizə qoymayasınız. Bir komissiya yaradıb, rəsmiləşdirib, onu xalq üçün xərcləyəsiniz. Məsələn, o pulların bir qismini
Qazilərin təqaüdlərini 80 manatdan 180 manata qaldırmaqla bu işə başlaya bilərsiniz. Dövlət Təhlükəsizlik Xidməti, yaxın oturun. Sizə məlumatlarım var. Bu videoda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş neft oğrusu Adnan Əhmədzadənin Dubayda olan avtomobillərini göstərəcəm. Ötən videoda Adnan Əhmədzadənin İlham Qədimov adlı biri ilə Dubayda qadınlarla əyləncə partisinin videosunu sizə göstərdim. Gör pul bunları nə qədər qudurtmuşdu. Adnan Əhmədzadə həmin videoda pulu qızın arxasına soxurdu. Rumkanı arxası ilə yaxşı saxlaya bildiyi üçün onu belə mükafatlandırırdı. Aman Allah, neft pullarımızı görün kimlər yeyir. Əlqərəz, keçək həmin videonu çəkən İlham Qədimova. Kimdir bu İlham? Bu, vaxtilə Hacı Məmmədovun dəstəsinin oğurlayıb qaçırdıkları, qulağının birini kəsib atasına göndərdikləri və buraxılması müqabilində pul aldıkları həmin İlham Qədimovdur. Google-da axtarış etsəniz, həmin xəbərlər qarşınıza çıxacaq. İndi bu tayqulaq İlham həbs edilmiş neft oğrusu Adnan Əhmədzadəyə məxsus Dubayda avtomobil kirayəsi salonunun güya sahibidir. Əsl sahib Adnan Əhmədzadədir. Azad Söz kanalına bununla bağlı təkzib olunmaz faktlar göndərilib. Sənədlər, şəkillər, hətta Adnan Əhmədzadənin Londonda yaşayan arvadı Gülsəfa Cəfərova ilə şəxsən özüm yazışmamızda Gülsəfa özü də bunu təsdiqləyir. Təsdiqləyir ki, bu avtomobillər onlarındır. Hamısını sizə göstərəcəm və danışacağım. Xahiş edirəm videonun sona qədər izləyin, bəyənin, paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Hələlik bu videoda Adnan Əhmədzadənin Dubaydakı sadəcə avtomobillərinin bəzilərini təqdim edirəm. Deməli, əksəriyyətinin seriya nömrələri Adnan Əhmədzadənin telefon nömrəsinə uyğunlaşdırılıb. Bu neft oğrusunun telefon nömrəsi 555-54-55-dir. Həm Dubay, həm Azərbaycan, həm də İsveçrə nömrələri belə sonluqlarla bitir. Ya 55-55, ya da 54-55. 5 rəqəmini nədənsə sevir. Diqqət etmisinizsə, Instagram hesabı da 555-dir. Gələk onun Dubaydakı avtomobillərinə. Seriya nömrələrinə də diqqət edin. Bahalı Mercedeslər, Lamborghinilər, Cadillac, Ferrari, Bentleylər, oğurluq neft pullarımızla alınan toplamda 10 milyon dollardan çox dəyəri olan hələ mənim bildiyim 22 avtomobil var. Həmin avtomobillərin bəzilərinin açarlarını da görürsünüz. Avtomobillərin seriya nömrələrinə diqqət etdinizmi? Adnan Əhmədzadə həmin avtomobilləri GMZ Car Rent-A-Car adlı avtomobil kirayəsi şirkətində həmin o Tayqulaq İlham Qədimovun adına rəsmiləşdirib. Bu avtomobil şirkətinin İlhamın özünə aid olduğunu güya inandırmaq üçün hətta şirkətin adını GMZ, yəni İlhamın qızları Qədimova Mədinə Züleyxa adlandırıb. Gerçəklər isə həmin avtomobillər Adnanındır. Əgər DTX təcridxanada Adnanı biraz sirkələsə, özü də etiraf edər. Necə ki, Adnan Əhmədzadənin arvadı Gülsəfə Cəfərova ilə yazışmamda bu avtomobillərin Adnanın olmasını təkzib etmədi. Hətta dolayısıyla təsdiqlədi. Deməli, Gülsəfanın nömrəsini əldə etdim və ona zəng etdim. Ərinin həbsi və sairələr barədə soruşmaq istəyirdim. Zənglərimi açmadı. Geri cavab yazdı. İndi həmin yazışmanı da sizə göstərirəm. Dedi, kimdir? Mən tanımadığım adamlarla danışmıram. Bildim ki, mən olduğumu desəm, cavab verməyəcək. Dərhal bloka atacaq. Əvvəllər əri Adnan Əhmədzadə də məni bütün nömrələrdən bloka atmışdı. Zənglərimə cavab vermirdi. Ona görə də Gülsəfaya yazdım ki, Dubaydan filan kəsəm. Başqa bir adam. O da bu avtomobillərin kirayəsi ilə məşğul olan şəxsdir. İnanması üçün həmin şəxsin pasportunu da Gülsəfaya göndərdim. Və nəticədə mənə cavab yazdı. Soruşmayın, Tural, bu məlumatları, sənədləri necə əldə edirsən? Əvvəllər də dediyim kimi çalışıram ki, işimdə peşəkar, dəqiq və etibarlı olum. Əlqərəz, dedi, nə lazımdır? Yazdım ki, buradakı maşınların aqibəti necə olacaq? Cavab verdi ki, səbirli olun, sizinlə danışacaqlar və İlhamdan soruşarsınız. Yəni, özü də qəbul etdi ki, İlhamın adına olan bu avtomobillər məhz Adnangilindir. Sonra mənim nömrəmi Gülsafa bir nəfərə verib və həmin adam mənə zəng eləyib. Mənimlə rusca danışdı. Həmin danışığı da sizə təqdim edirəm. Üzrlü sayın, ruscam super deyil, amma düşündüm ki, sizin üçün maraqlı olar və göstərirəm. Алло.
Алло. Здравствуйте. Здравствуйте. Мне сказали, что вам перезвонить. Кто, Зовут Гасан. кто сказал? Мне попросили перезвонить. Вы с Вагифом, да, хотели поговорить? Не понял. Вы хотели с Вагифом, да, поговорить? Нет, я звонил Гулсафа. Не понял? Кому? Гулсафа. Это кто? Она вам сказала? Да. Ага. Да, слушаю. Она просто попросила перезвонить, я вас слушаю. Нет, я хотел это с Гулсафа разговаривать. Ну, насчет чего? Машин? Да. Я помощник. Как я могу помочь? Ну, арестовали Аднана, что мы дальше будем делать? Ну, в каком смысле дальше делать? Ну, вы как можете помочь конкретно? Или вы кто, что вы можете помочь? Я просто не понимаю. Я вас не знаю. Как с Я вас вами я тоже не могу? знаю. А вы кто такой? Ну, я вам сказал, Гасан помощник. Хорошо, Гасан. Вы кто? Я кто-то, это человек. Что? Вы помощник кого? Ну, помощник, вы уже не понимаете. Гулсафа? Что? Вы помощник Гулсафа? А вы кто? Расскажите сначала, кто. Вы хотите помочь? У нас все вроде нормально, поэтому расскажите, как я могу вам помочь. Вы хотите мне помочь? Нет, что вы хотите нам помочь, я просто не понимаю, кто вы, что вы. И я сейчас буду сказать, кто я, вы будете потом не разговаривать со мной. Я Турал Садыглы. Знаете меня? Нет. Я журналист. Угу. И я все знаю это о Аднана, о Гулсафа. И я хотел узнать о Рентака, который находится в Дубае. Это принадлежит Аднана, а не принадлежит Ильгаму кого-то. Я хотел об этом это спросить Гулсафа, а вы мне звонили. Сейчас поняли, что я имею в виду? Да, для чего вам эта информация? Я буду публиковать это. Я просто хотел это от вас кто-то это правда, неправда это сказал. Что правда, неправда? Что это рент-а-кар в Дубае. Это принадлежит Аднан Ахмедзаде или это Илхам Гадимов? Не знаю. А зачем тогда вы мне звонили? Вы ведь звонили. Я вам не звонил, вы мне звонили сначала и сказали, что я Гасан. Это GMZ, Car Rent a Car. Ну что с этой компанией? Это Илхам Гадимов, вы знаете? Нет. Ага. Хорошо, тогда я буду все это Вы публиковать. знаете? Я все знаю, да. Я хотел это с вами разговаривать сначала. Не с вами, а Гулсафа. Я хотел с Гулсафа разговаривать, но она не разговаривала, только писала и сказала, что будет это перезвонить. И вы меня звонили. Окей. Как окей? Ну вот так, окей. Все? И все. Хорошо тогда. Тогда встретимся в YouTube и в интернете. Пока. До свидания. Bu da belə. Adnan Əhmədzadənin Dövlət Təhlükəsizlik Xidmətinə məlum olmayan Dubayda və Bakıdakı bəzi evlərinin adreslərini isə gələn videoya saxlayaq. Bu videoda son sözümü deyim. Ey Dövlət Təhlükəsizlik Xidmətində oturanlar, Adnana nəyinsə qarşılığında güzəşt edən şərəfsizdir. Adnan Əhmədzadənin Dubayda və Bakıda olan evlərindən sonra keçəcəyik Böyük Britaniya və Fransada olan əmlaklarına. Hələ bilirsiniz nələr var, nələr? Eləcə də onun dostları və cinayət ortaqları. Heç biriniz yadımdan çıxmamısınız. Dosyalar toplanır. Həm mənim, həm də bütün xalqın tələbidir ki, Adnandan aldıqlarınızı ciblərinizə qoymayasınız. Bir komissiya yaradıb, rəsmiləşdirib, onu xalq üçün xərcləyəsiniz.
Məsələn, o pulların bir qismini qazilərin təqaüdlərini 80 manatdan 180 manata qaldırmaqla bu işə başlaya bilərsiniz. Bakıda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmiş neft oğrusu Adnan Əhmədzadənin arvadı Gülsəfa Cəfərovaya zəng edirəm. Soruşacağam ki, ərinin həbsi barədə nə deyə bilərsən? Və Instagramlarınızdakı o bahalı lüks paylaşımlarınızı yaxtalardan, lüks avtomobillərdən, lüks təyyarələrdən niyə silmisiniz? Nə oldu? İndi öz paylaşımlarınızda Qurandan ayələr paylaşırsan, Gülsəfa Cəfərova, bütün bunları Gülsəfadan soruşmaq üçün özünə zəng edirəm. Bəziləri deyə bilər ki, öz nömrəsi deyil, bilənlər bilir. Sonu 55-33-dür. Əlqərəz, görək nə cavab verəcəkdir əri barəsində. Əvvəlcə yazmışam ki, mənə zəng elə və çünki yaxınlarının, dostlarının bir şəklini qoymuşam ki, elə bilsin ki, oyam. Çünki mən öz şəklimi qoysam, zəng eləsəm, mənə cavab verməyəcəkdir, blok atacaqdır. Çünki azad sözün, haqqın qarşısında bunlar həmişə dili qısadılar, gözü kölgəlidirlər, cavab verə bilməzlər. Necə ki, Adnan Əhmədzadəyə neçə dəfə də zəng eləmişəm, bloka atıbdı məni. Bilib ki, kimdir. İndi zəng edirəm. Cavab vermədi və yazıb ki, kimdir. İndi yazışacağam ondan. Yazışacağam indi ondan, amma mənə maraqlıdır ki, Gülsəfa Cəfərova öz ərinin oğurluq, neft oğurluğu ilə, dövlətə iqtisadi təxribatlar törətməsi ilə məşğul olduğunu bilmirdi. Hə? Və külli miqdarda mənimsəmə, pul mənimsəyib Adnan Əhmədzadə bunları bilmirdi, bərabər etmirdilər bunu. Səbəri rayon məhkəməsində dünən ilkin olaraq 4 aylıq həbs qəti imkan tədbiri seçilibdir və Adnan Əhmədzadə DTX-nın təcridxanasında saxlanılır və o Rusiya neftini, Azərbaycan neftini qarışdırıb, çirkləndirib, Avropaya, xaricə satmaqda ittiham olunur. Külli miqdarda, milyardlarla pulu mənimsəmədə ittiham olunur və bütün bunları Gülsəfa Cəfərova bilmirdimi? Görün indi Quran ayələri paylaşan Gülsəfa Cəfərova haqqında da məlumatı verəcəm. Kimdir, kimin qızıdır, bu qədər milyardlara necə aşiq olub, nə vaxt, harda Adnanla tanış olubdur. Dəyərli dostlar, xahiş edirəm videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Deməli, bu qız dünənə kimi bahalı brendlər, partilər, əyləncələr, nə bilim, Fransanın cənubunu gəzmələr, Dubai gəzmələr, ABŞ gəzmələr, Miami, ora, bura, hamısından bahalı paylaşımlar edən partilərdən əri ilə veylənən Gülsəfa Cəfərova indi Qurandan ayələr paylaşır. Bəs bu ayələr nədir? Kimə bununla söz soxur? İlham Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinə mi söz soxur? Əvvəla onu deyim ki, insanların tövbə qapısı açıqdır. Mən lap pis məqamında belə, pis vəziyyətə düşdükdən sonra belə Allaha pənah aparanlar normal qəbul olunmalıdır öz yerində. Amma görəsən utanırmı? Utanırmı Gülsəfa Cəfərova dünənə kimi nələri paylaşırdı, indi nəyi paylaşdı? Bir açıq şəkildə də özləri də, əri də tövbə etdiklərini, səhv etdiklərini anlasınlar və elan etsinlər ki, biz tövbə edirik. Amma qozbeli qəbir düzəldər. Heç tövbə etmək niyyətləri də yoxdur bunların. Qurandan ayə göstərməklə son Allaha ümid bəsləyirsən. Bəs görək bu ayələr nə deməkdir? Gülsəfa Cəfərovanın paylaşdığı storiesində
Quranın Hud surəsinin 18-ci ayəsi göstərilibdir. Yazılır ki, Allaha iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirirlər, şahidlər, belə deyərlər. Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir. Bilin ki, zalimlar Allahın lənətinə gələcəklər. İndiyənə kimi bir dəfə Quran ayəsi paylaşmayan Gülsəfə Cəfərova ərinin həbsindən sonra ərinin həbsini haqsızmı hesab eləyir? Hə? Kimə söz soxur? Demək istəyir ki, İlham Əliyev mənim ərim sənə xidmət eləyib, sənə qulluq eləyibdir, sənə pul qazandırıbdır. Bunu mu demək istəyir? Yoxsa Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyevə deyir ki, Əli Nağıyev indiyənə kimi sizi yedizdiribdir, yaxşı bahalı hədiyyələr göndəribdir, indi mənim ərimi siz həbs edirsiniz. Deməli, Gülsəfə Cəfərovanın digər paylaşımında nə yazılır? İstər itki acısı, istər qarışıqlığın ağırlığı, istərsə də həyatın sınaqları ilə qarşılaşsanız da, bilin ki, tək deyilsiniz. Bu hissləri parçalayanlar üçün Allah sizin qəlbinizi ən yaxşısına yönətsin. Şəfa axtaranlara Allah dərdini yüngülləşdirsin, qüvvət versin. Səbirlə gözləyənlər üçün hekayəniz hələ görə bilmədiyiniz şəkildə, gözəl şəkildə inkişaf edir. Sizin dözümlülüyünüz Allah tərəfindən diqqətdən kənarda qalmır. Gülsəfə Cəfərova bununla demək istəyir ki, onun əri Allah yolunda mı cəza çəkirindi? Hə? Allah yolunda mı həbs olunubdu? Onun əri Allah adamı mı olubdu? Haqlı insan mı olubdu, indi həbs edilir və dözümlü olsa Allah onu mükafatlandıracaqdı. Gülsəfə xanım, ayələri düz başa düşmürsünüz. Haqq yolunda əzab çəkənlər, əziyyətə düçar olanlar, çətinlik çəkənlər Allah tərəfindən mükafatlandırılır, cənnətlə mükafatlandırılır. Sizin əriniz oğurluqla məşğul olub və bu oğurluq pulları siz də birgə yemisiniz və şübhələnmisiniz. Xalqın pulları ilə bir nəfərə qarşı edilmiş bəndə, yəni insan haqqı, bəndə haqqı tapdalanmayıb. Yüzlərlə, minlərlə, 10 milyon Azərbaycan xalqının neft pulları, 10 milyon əhalinin haqqı tapdalanıb əriniz və sizin tərəfinizdən. Heç utanırsınızmı? Bəlkə utanasınız. Adnan Əhmədzadə öz bizneslərini Londonda arvadının adına keçiribdir. Mən AA Properties 2000 bu elə biri idi. Mən keçənlərdə hətta o binanın qarşısında Londonda çəkiliş etdim. Adnan Əhmədzadəyə aid olduğunu göstərdim. Londonda arvadının adına gözəllik salonu açıbdı. Dubayda təzəlikcə açdığı Harç Dubai var. Nələr var, nələr. Mən sizin haqqınızda indi ərin həbs olunandan sonra nə qədər məlumatlar gəlib. İndiyənə kimi də mən paylaşmışam. Mən Adnan Əhmədzadənin həbsinə qədər bəlkə də bir 20-30 video paylaşmışam ki, bu yaramazı, bu cinayətkarı niyə tutmursunuz siz? İndi ayılıb tutublar. Və indən sonra daha çox paylaşacağam, çünki məlumatlar daha çox gəlir. Adnan Əhmədzadənin oğurluqları Dubayda kimlərin adına nələr keçiribdir? Rentekarlar Almaniyada, Fransada, Böyük Britaniyada, Rusiyada, Qazaxıstanda, Gürcüstanda adam neçə milyard pul oğurlayıb. Təsəvvür edirsiniz? Hə? Buna şərait yaradıblar, oğurlar, şişirdiblər, indi də partladırlar, əlindən alırlar yavaş-yavaş. Amma elə bu məlumatları DTX-nın bilmədiyi, hökumətin bilmədiyi onun haqqında məlumatları mən paylaşacağam. Elə DTX da doğru iş görməsə də, yəni də düzgün fəaliyyət göstərmir DTX. Hökumətin polisi, prokuroru, məhkəməsi hamısı iflicdir. Hamısı cibə işləyirlər. Amma buna baxmayaraq deyirlər ki, zalimin haqqından imansız gələr, dinsizin haqqından imansız gələr. Qoy elə DTX bu Adnan Əhmədzadəni sürüsün. Əgər DTX pul almasa, rüşvət almasa Adnan Əhmədzadədən, demirəm buraxacaqlar indi, onu biraz hələ saxlayacaqlar. Çıxarda, əlindən hər şeyini alacaqlar, ondan sonra bəlkə bir neçə ildən sonra çıxardarlar. Çünki bu həngamə, sən demə, böyük həngamə imiş. Adnan Əhmədzadə elə belə həbsdən buraxılası
qələtlər eləməyibdi. Nəysə, hələ Adnanla bağlı araşdırmalar yox ha. Gələn məlumatlar və videolar daha çox olacaqdır. Gülsəfə Cəfərova indi də çıxdı o deşiyindən, Londondan. Gündə bir ölkədə gəzirdin. İndi də çıx da, indi də paylaş da o gəzintilərini. Görürsən, bu Allahın cəzasıdır, elə sizə verir. Siz özünüz çox yaxşı bilirsiniz bunu. Bəs Gülsəfə Cəfərova kim olubdu? Deməli, belə məlumat var ki, Gülsəfə Cəfərova deməli Osman Cəfərovun qızıdır. Osman Cəfərov 2022-ci ildə ölübdür və Böyük Britaniyada da Gülsəfə Cəfərovanın da adı rəsmi olaraq Gülsəfə Osman Cəfərova kimi gedir. Hansı ki, Adnan Əhmədzadədən adına keçən şirkətlər də belə yazılıbdır. Mən bunları göstərmişdim də. 92-ci ildə anadan olubdur. Əslən Qazaxlıdır və Böyük Britaniyada yaşayıbdır. Orada da Adnanla görüşübdür. Adnan və bu adam da hüquq siyasəti şöbəsinin müdiri olubdur, Osman Cəfərov. 2022-də öləndən sonra, bilmirəm, bu elə ondan əvvəl də Adnanla evlənibdir. Adnan Əhmədzadənin ikinci evliliyi idi və s. Şəxsi məsələlər o qədər də, yəni şəxsi ailə məsələləri o qədər də önəmli deyil. Sadəcə izləyicilərə bilgi xatirinə bunu dedim. Əsas oğurluqlarıdır. Mənim də işim bu oğruları ifşa etməkdir. Bəyənin, paylaşın, hamı görsün. Bax, görün, belələrin aqibəti necə olur. Yazıb mənə buna cavab verəcəm. Çünki deyir ki, mən telefonla danışmıram, nə istəyirsiniz yazın. Yazacam, bu yazışmanı da sizə bildirəcəm ki, nə yazışmışam onunla. Salamat qalın. Adnan Əhmədzadə bölgə təmsilçisini inkişaf etdirmək, permeyliqə yüksəltmək, ən əsas infrastrukturunu yaxşılaşdırmaq niyyətindədir. Hazırda AFFA'nın maliyyələşdirdiyi klubun Əhmədzadəyə həvalə olunması üçün rəsmi qərar lazımdır. Məsələyə yaxın günlərdə keçirilməsi nəzərdə tutulan AFFA İcra Komitəsinin növbəti iclasında aydınlıq gələcək. Güman ki, yeni ildə Mingəçevir klubunun yeni idarə səhəri olacaq. Tanınan iş adamı Adnan Əhmədzadə AFFA-ya rəsmi müraciət edib. Neyse bu xəbər məndən olsun. Daha doğrusu bu xəbər günün səsi info birinci o yayıbdı. Ona istinadən bütün saytlar yəqin ki səhər danışacaq. Mən də dedim də Sokar oğrusu Azərbaycan xalqından oğruyub. Deməli bu Adnan Əhmədzadənin birbaşa kirişası Azərbaycanda biləsiniz ki Orxan Sultanovdur. Orxan Sultanovla sıx əlaqəsi var. Və bu günləri Adnan Əhmədzadə, mən Adnan Əhmədzadəyə çox video çəkmişdim. Düz onu söyüb təhqir eləməmişəm. Mən onu niyə söyüm ki? Mənim işimdə problem. Amma deyirəm ki, Adnan Əhmədzadə 8 milyon gətirib Messiyə verdiyi və Azərbaycanda qazilər intihar eləyir. Adamlar var, bax 5 uşaq anası, Mirzəfərin həyat yoldaşı acından ölür, işığını kəsirlər, suyunu kəsirlər. Ziyafət Abbasova var. Bütün günü aksiyalar eləyir ki, dərman ala bilmirəm. O 8 milyon dolları Messiyə verdiyi Azərbaycan xalqına verərdi. Amma qoz qoymadılar. İlhamı atam deyirdi, Mehribana anam deyirdi. Mən bilirəm ki, o da mənim videolarımı izləyirdi. Mən çox səsləndim ki, bir hakimiyyətə yaxın olan, olmayan, istər nə bilim Avropadan, istər Dubaydan, istər nə bilim Türkiyədən, Rusiyadan, kim olursa olsun bir nəfər çıxsın və deməli kanalımı satıram, istəmirəm söymək falan filan. Dedilər ki, yox, Adnan da dedi ki, yox, Eşat, qal sən elə Mehribanı İlhamı söy. İndi yəqin ki, Adnanın iynəsi vuracaqlar. Deməli, Adnan Əhmədzadə həbs olunubdur. Salam mənim qardaşım, canlı yayımdayam. Bizdə saat 12-yə qalıbdır. Bir yaxşı xəbər var. Adnan Əhmədzadə həbs olunubdur. Elə o haqda danışıram. İstəsən baxarsan. Deməli bir qardaşımız da bir şey göndərib. Ona bir dənə səs atdım. İndi nə olacaq? Nə xəbərdir? Nə olub ki? Burada yeni qoşulanlar var, deyim də. Adnan Əhmədzadəni həbs eləyiblər. Sokarda uzun illər yüksək vəzifədə işləyib, milyarder, şəxsi təyyarəsi olan, Messini Azərbaycana gətirən, İlham Əliyevi dəstəkləyən Adnan Əhmədzadəyə zəng çatmır. 2 gün bundan qabaq, bax, göstərim sizə. 2 gün bundan qabaq Adnan Əhmədzadə gəlib bir neçə gün öncə
gəlib Azərbaycana və Bakıda da həbs olunubdur. Açıqlama almaq üçün gün ərzində Adnan Əhmədzadənin şəxsi telefonuna zəng etsələr də Adnan Əhmədzadəyə zəng çatmayıbdır. Əhatə dairəsindədir. Hal-hazırda Əli Nağıyevin stanokundan keçir. Əli Nağıyev DTX rəisi Azərbaycanda pis, yaxşı, hakimiyyətə yaxın idi, kim idi? Yenə də milyonları var idi, amma neynədilər? Onu da tarmazit elədilər. İndi onun da bütün var dövlətinə Əli Nağıyev qonacaq, çünki Əli Nağıyev paqonlu bir cinayətkardır. Ona görə də bax belədir. Adnan Əhmədzadə də belə getdi. Cavan adam idi, belə də İlhamla irəli deyildi. İlhamı dəstəkləyirdi. Messinin gözü yaşlı qalıbdı. Bu qədər sokarlardan video çək, bu boyda denən. Əsl cinayətkar İlham Əliyevdir ya. Yəni bu günləri İlham Əliyev bunların uğradığının bəlkə də 100 qatını uğrayıbdır, 1000 qatını uğrayıb. Adnan Əhmədzadə nə uğrayıb ki? Bugün ən böyük Azərbaycanın düşməni İlham Əliyevdir. Və İlham Əliyev oğrudan oğruya halaldır deyir. Deyir, buna vaxtında sənə şərait yaratdıq, sokarı taladın, milyarder oldun. İndi bunun qabağına nə var? Azərbaycanda tutulmayan adam yoxdur. Azərbaycanda bu günləri həbs oluna bilməyəcək adam yoxdur. Hamını həbs eləyə bilərlər. Yəni sistem belə işləyir də, aydındır. Yəni sistemi elə qurublar ki, o Cəmil Həsəninin bir çıxışı var, deyir, yap hakimiyyəti xirtdəyə qədər tirkabın içərisindədir. Yəni, yap hakimiyyətində tutulmayacaq, həbs olunmayacaq adam yoxdur. Yəni, icra başçısı da rüşvətxordur, prokuroru da rüşvətxordur, məhkəməsi də rüşvətxordur, bələdiyyəsi də, polisi də, prezident aparatı da, nazirləri də. Aydındır. Hamısı milyonçu yox, milyarderdirlər. Nazirlər milyarderdir. Bunu da gətirdilər, şişirtdilər, elədilər iş adamı. Dükanlar açdı, nə bilim, neynədi, dağlar açdı, təpələrdən keçdi. Axırda da Bandatdel və yaxud da ki, Əli Nağıyev aparıbdır. İndi içərdədir. Ona görə də neynəmək lazımdır? Bunların iynəsini vurmaq lazımdır. Bu əsl iş adamı kim idi? İlqar Hacıyev. Əsl iş adamı kim idi? İlqar Hacıyev. İlqar Hacıyev də bu vəziyyətə salırlar da bəs. İlqar Hacıyev işdi burasıdır ki, sokardan uğramamışdı. İlqar Hacıyev Rusiyada özünün biznesi olubdur, ticarəti olubdur və gəlib Azərbaycanda iş qurubdur. İndi siz kreditə ev ala bilirsiniz, yox. Amma akordda aya 100-200 manata İlqar Hacıyev sistemi yaratmışdı. Akordda, o vaxtı mənim yadımdadır da, mən daşınmaz əmlakdaydım. Akorddan insanlara evlər verilirdi, kreditlə. İndi kirayənin qiyməti 400-500 manata qalxıb bir otağın. Amma İlqar Hacıyev zamanında 100-200 manata səhv eləmirəmsə kirayələr verirdi. Evləri yəni hipoteka eləyirdiniz, rahat şəkildə götürürsünüz. Nərmanovda nə qədər mən o akkordların binasından ev satmışdım. Allah and olsun. Nərmanovda tikilən akkordlardan. İlqar Hacıyevdə nə elədilər? Zakir Qarolov Dusyoğlu. Anası erməni. Baxın ha, Zakir Qarolov Dusyoğlu. Cavid Qurbanov Şəmkir ermənisinin oğlu. Hansı ki İlqar Hacıyevlə yaxın kontaktları var idi. Deməli, Cavid Qurbanovun da anası erməni. Şəmkir ermənisi. Zakir Qarolovun da anası erməni. Zakir Qarolov Dusyoğlu, baş prokuror. Neynədilər? İlqar Hacıyevin torbasını tikdilər. Milyardlarla pulunu əlindən aldılar. Şirkətini əlindən aldılar. Amma bu cinayətkardan, bu sokar oğrusundan fərqli olaraq İlqar Hacıyev öz ayağı üstündə durmuşdu. Və elə buradan da İlqar Hacıyevi salamlayıram. Bizdə gecədə olarda səhərdir, bəlkə də baxır. Yəni ki, elə düzünü o eləyir. Elə mən də danışanda deyirəm, qardaş, öz işində gücündə ol. Bazar canlıya zada da çıxma.
Heç mən də çıxmaq istəmirəm sözündüz, amma məcburam. Nə qədər çaxlarım bərpa olunmayıb. Bayalar Cavid Qurbanovun deməli 65 yaşı olurdu. Cavid Qurbanovun çıxdım erməni anasından başladım ta ki nə bilim qohumlarına qədər. Bax bu var ha, bu Petuq var ha, bax bu Petuq kimdir? Ramiz Mehdiyev. Bax bu Ramiz Mehdiyev var ha. Boz eşeğe yox, boz Petuq. Bax bu arvadı qəhbə var ha, Qalinanın əri. Bax bu da qəhbənin balasıdır. Arvadı ermənidir. Bu Petuqların zəmanəsidir. Anası arvadı ermənilər. Zakir Qaralovun anası erməni idi. Bu qəhbənin balasının zamanında olub. Səməd Seyidov Qazanın deputatı, 30 illik deputatdır. Arvadı qaynanası ermənidir. Aydındır. Sahil Babayevin nənəsi ermənidir. Bu günləri Kamran Əliyev baş prokurorun böyük köməkçisi Cavid Qurbanovun oğludur, Şəmşir. And olsun Allaha, qanundan erməni qan axır. Bu Petuqların dövranıdır. Necədir Ramiz? Ramiz. Petuq Ramiz necədir? Necə şəkillər düzəldirəm? Boşluq olanda düzəldəcəm, narahat olmayın. Elə itəliyəcəm ki, Ramiz Mehdiyev, sənin o qəhbə arvadın var, Qalinanın xittəyinə. Qoca da olsa itəliyəcəm, neyini məcburam. Niyə bu günləri ölkəni bax bu vəziyyətə gəlib çatmağında bax bu Petuq arvadı qəhbənin böyük rolu var. Niyə? Çünki bütün Azərbaycanda korrupsiya mexanizmini bax bu arvadı qəhbə düzüb qoşub. Gorbagor Heydərlə bir yerdə. Gorbagor Heydərlə bir yerdə bütün qəhbəliklərin başında bax bu oğurraş deyənlər Ramiz Mehdiyev. Aydındır, şərait yaradırlar. İbrahim Nehrəmli kimi, Şərur İsməndiyar kimi, Qurtuluş 93 Məhərrəm kimi xır-nazırı qanmayanlara şərait yaradırlar və onların əli ilə milyonlar oğruyurlar, rüşvətlərini alırlar. Sonra da şərait yaradırlar ki, sən bizim rüşvəti ver, get kimi atırsan at. Ölkədə sistem belə işləyir. Mən indi saat 12-yə qalıb. Niyə belə rahat danışıram? Çünki sabah işləmirəm. 6 bazar işim yoxdur. Bayaq da bir saat, yarım, 2 saata yaxın gəzmişəm axşam işdən sonra. Gəlmişəm, duşumu zadımı aldım. Elə girdim, xəbəri görəndə sevincək oldum. Dedim, bu xəbəri sizlərlə də bölüşüm. Adnan Əhmədzadənin Allah heç qapısını açmasın. Çünki o Messiyə 8 milyonu verəndə təbii ki, Azərbaycan xalqının hamısının ahı onu tutdu. 8 milyon dollar Messiyə verəndə hamı əlini açdı göyə, bəddualarını elədi ki, Allah bəlanı versin. Qazilər intihar eləyir, sən Messiyə 8 milyon verirsən. Allah bəlanı versin. Qazilər, şəhid ailələri əziyyət çəkir, sən şəxsi təyyarədə otursan, həyat yoldaşından bütöv günü məşhur adamlarla yiyib içməklərdəsən. İndi də DTX-in padvalındasan. Necə olur bəs? Yemə məzlumun haqqını çıxar ahəstə. Deyək, bax, hal-hazırda Adnan Əhmədzadə hal-hazırda DTX-da Əli Nağıyevin əsiridir, gürovudur. Baxmayaraq ki, Adnan Əhmədzadə İlham Əliyevlə görüşüb, Messini gətirib, ona varatarlıq eləyib, onun hakimiyyətinin ayaqda qalmaq üçün əldən ayaqdan gedibdir. Bu günləri Adnan Əhmədzadəni həbs eləyən bax bu DTX rəisi Əli Nağıyevdir. Hansı ki, anası Nazlı dünyasını dəyişibdir, söyməyəcəm, elə bu söyüşdən betərdir deyəcəyim söz. Anası Nazlı Nağıyeva dünyasını dəyişibdir. Bax bu peysər Əli Nağıyev anasının adına otel açıb. Və oteldə də yaxşı oğlanlar gedir, bazlıq eləyir. Deyəndə ki, hansı oteldəydin? Deyir ki, Nazlı otelindəydim. Anamı söymürəm ki, prosto olanı deyirəm. Nazlı oteli, Nazlı pansiyanatı, Nazlı şadlıq sarayı. Əli Nağıyev. İndi sən nə qədər pul alacaqsan, indi onu bir Allah bilir. İndi siyahını qoymusan qabağa, qəşəng.
Deyirsən ki, bax bu mənim payım. Bu Mehribanın payı. Bu ondan sonra şeyin payı. Bu Mehribanın payı. Bu Leylanın payı. Ay sizi. Nə qədər olar, hə? Nə qədər dəli qayıracam mən mənə. Hə, sonra kim var burada? Sonra kim var? Hə, deyir Sokarın işçisi. Deyir ha. Və mən bundan danışanda ki, ay bala, yəqin o Sokarın işçisi bu şey var ha. Ramil idi, Emil idi. Rumuniyada Sokarın prezidenti. Bu haqda görürsünüz, dövlət kanalları bir kəlmə söz demədi. Yəqin Əli Nağıyev tapşırıq verib ki, danışmayın. Razılaşıblar bəri başdan. Və bu Sokarın işçisi, Rumuniya Sokarının prezidenti, elə Rumuniyada Sokarın kadrlar şöbəsinin müdürü ilə hoqqa verəndə ailəli adamdır. Bəs bilmirdiniz ki, Adnan Əhmədzadə də tərpənəcək. Hamısı tərpənəcəklər. Hamısını tərpədəcəklər. Bəli, Sokar pulları ilə və otellərdə yeyib içəndə, qayrışanda, əmşə gecə vaxtı yol gedəndə, sonra xalqın pulu ilə gedib otellərdə şot verəndə və bilmirsiniz ki, belə olacaq. Bu da otelin adıdır. Qəşəng. Adnan Əhmədzadə keçmiş olsun. Keçmiş olsun ay Adnan. Görək sabahları bu haqda Rauf nə deyəcək? Görək Rauf da medal alıbdır. Bir gün bunun da xəbəri gəlsin də. Bir gün bunun da xəbəri gəlsin. Mənim özümün də aşkım var da bilirsiniz. Mənim özümün sevgili aşkım var. Bu kimdir? Adı ha. Allah həciyə bax, həciyə yeyib içmək məclisindədir bax, həci. Həci başqa şeydir. Rumkalara bax, arağa bax. Həcinin eksklüziv şəklidir məndə, görürsünüz. O yanındakı da Mehribandır, bax, yeyib içmək süfrəsi. Belə də gedir indi şeydə qara ada bax, Qarabağ. Qarabağ Azərbaycanın qara günə qoydu. İndi gedir Qarabağda şəhidlərimizin qanı bahasına alınmış torpaqlardan maskalanır. Meçiddə gedir Quran öpür, nə bilim, arvadı, qızları, hamısı aktyor olub gedibdir. Yiyib içir, həcidir, həci. Bu şəkilləri siz heç yerdə görə bilmərsiniz. Neysə, uzatmayayım. O şey bunun dostu da. Yəqin Əli Nağıyevlə Əks Kəşfiyyat Orxan Sultanovun arasında söhbətlər böyüyür deyən birbaşa Orxan Sultanovun adamıdır, Adnan Əhmədzadə. Bir sinifdə oxuyublar. Sokar monopoliyasından qəşəng pul götürür. Əks Kəşfiyyat Orxan Sultanov. Və bu blogerlərin vurulmasıdır falan filanda da Sokarın adı çox hallanır. Əks Kəşfiyyat, yəni Sokar vasitəsilə Dafna Qalziya neydi o adı, yadımdan çıxdı, jurnalist qadının da ölümündə Sokar izi var. Yəni, yəqin ki, Əli Nağıyev Orxan Sultanovu cəzalandırmaqdan ötəri bu xəbəri yaydırıbdır. Bu da, yenə deyirəm, hələ belə xəbər deyil. Bu xəbər mənbəyi deməli, Günün Səsi Info. Pərviz Həşimlinin saytındandır. Gedə-gedə çıxıb özdə. Mən də gedə-gedə neynirəm? Yayımlayıram. Xaricdə yaşayan iş adamı bir neçə gün öncə Azərbaycana gəlib və həbsdə Bakıda gerçəkləşib. Allah heç qapısını açmasın. Allah heç qapısını açmasın. Bu türmədə geçsin görsün ki, İlham Əliyevə varatarlıq eləməyin sonu nə olur? Mən başqa bir şey demirəm. Bugün üçün hər bir, bu ən böyük cinayətkar yenə deyirəm, İlham Əliyevdir. Ən böyük Azərbaycanın bir nömrəli düşməni bu günləri, bax bunlara bu şəraiti yaradan İlham Əliyevdir. İlham Əliyevin hakimiyyətində dürüst, saf prokuror olsaydı, dürüst, saf məhkəmə olsaydı, dürüst, saf DTX işçisi olsaydı, bu Adnan Əhmədzadə bu qədər şişə bilməzdi. Sokar pulları ilə. Həbs olunmalıdır, elə Rövnəq Abdullayev də həbs olunsun da onda.
Rövnəg Abdullayev niyə bu günləri İqtisadiyyat Nazirinin müavinidir? Oğlu Rövnəgin oğlu Rəşad Abdullayev 2 milyonluq saat taxırdı. Hardan almışdı? Bir deyən yoxdur ki, götü poxlu. Sən necə olur ki 2 milyonluq saat taxırsan? Və yaxud da ki, bu günləri prezidentin elə köməkçisi Anar Əlizadə 500 minlik saat taxır. Anar Əlizadəyə deyən yoxdur ki, Gicdullah Anar Əlizadə. Anar Ələkbərov. Xeyr ola sən 500 minlik saat taxırsan. Bunları da biz işıqlandırdıqca elə bil bilirsiniz nətərdir? Bizim danışıqlarımızda bilavasitə elə bil bunlara verir, sən kozur verir. İzləyirlər, Allah'ın da olsun izləyirlər. Mənim kanalımı Əlin Ağayev də izləyir, şəxsən Kamran Əliyev də izləyir. Nə bilim, bunların polisləri də izləyir. Amma peysərə atırlar, hamısı peysərdilər. Yalandan dildə bir şey yaradırlar. Bax, görürsünüz, Adnan Əhmədzadədən çox İlham Əliyevə varatarlıq eləyən var idi. Deyəm, bir dənə tapacam yenə bir iki dənə videosunu. Adnanla yiyib içmək. Adnanım, ay Adnan. Əhmədzadə. Sevirəm də mən bura. Saxta vətənpərvər. Aha. Anamın anasısan. Saxta Azərbaycan sevərlər. O şeye döndü ya, Şəmkirin bir icra başçısı var idi. Ayrılar mı vətən səndən Azərbaycan itələdilər getdi içəri. İndi buna mikrofon əlində güya bunlar Azərbaycan sevirlər də. Belə nə bilim valla. Çox interesantdır, çox.